Emin Ağalarov Nardaran ərazisində tikdiyi Sibriz layihəsində təxminən 96 milyon manatlıq maliyyə yeyintisi aşkar olunub. Bunun tikinti işləri üzrə təyin olunmuş Emin Qurbanov adlı şəxs tərəfindən başına daş salındığı müəyyən edilib və həmin şəxs tutduğu vəzifədən uzaqlaşdırılıb. Lakin problem bununla bitmir. 6 aya yaxındır ki, Sibriz layihəsində çalışan avtobus sürücüləri, KAMAZ sürücüləri, hörgü daşı, çınqıl və digər inşaat materiallarını daşıyan sürücülər öz maaşlarını ala bilmədiklərini deyirlər. İnsanlar narazıdır, lakin onların çoxu işini itirməmək qorxusuyla səslərini açıq şəkildə çıxara bilmirlər. Narazı işçilərin sözlərinə görə Sibriz layihəsi təkcə işçiləri deyil, sahibkarları və biznesmenləri də iflic vəziyyətinə salıb. Bundan əlavə, Nardaran sakinlərinin torpaqlarının zorla və ya təzyiq altında bu layihə üçün ələ keçirildiyi ilə bağlı çoxlu iddialar da var. Yəni, varlılar da ağlayır və İlham Əliyevin özünə məxsus olan layihələrdə də korrupsiya fantan vurur. Sibrizdə bu korrupsiyanı təşkil edənlərin məntiqi də aydındır, oğrudan oğruya halaldır. Məncə, ağıllı və düzgün seçimdir. Mən bunu Əliyevin ailə şirkətlərindəki bütün menecerlərin haqqı sayıram və onları Əliyevdən uğurlamağa çağırıram. Bu ailənin sərvətlərini talamaq və uğurlamaq halaldır, davam edin. Çünki onların hər bir qəpiyi bu millətin uğurlanmış pullarıdır.